Eyni dərman səhər içiləndə yaxşı təsir edir, amma axşam içəndə yan təsir edir. Sizcə bu təsadüfdür, yoxsa bir elmdir? Gəlin onu aydınlaşdıraq. Salam dostlar, Doktor Neyman kanalına təkrar xoş gəldiniz. Mənim adım Elvindir. Bu videoda dərmanların qəbulunun zamanla əlaqəsini sizə izah edəcəyim. Yəni günün müxtəlif saatlarında dərmanlar niyə müxtəlif şəkildə təsir edir, bu haqqda danışacağam. Klinik praktikada dərmanların effektivliyi onun dozası ilə əlaqələndirilir. Lakin təxminən 50 ildən çoxdur ki, aparılan elmi tədqiqatlar onu göstərdi ki, dərmanların qəbul vaxtı ən azı onun dozası qədər də əhəmiyyətlidir. İnsan orqanizmində məlumdur ki, müəyyən bir bioloji ritmlər vardır. Bu bioloji ritmlər, əksər bioloji ritmlər 24 saat ərzində formalaşan ritmlərdir. Və bu ritmə sirkadal ritmlər deyilir. Sirkadal ritmlərin tənzimlənməsi ilə orqanizmdə bir sıra fizioloji funksiyalar həyata keçirilir. Əsasən də orqanizmin mübadilə proseslərinin tənzimlənməsində endokrin sistemin hormonları daha çox bu ritmlər vasitəsilə tənzim olunur. Məsələn, melatonin, adrenalin, kortizol və digər hormonlar məhz bu sirkadal ritmlər vasitəsilə orqanizmdə sekresiyası tənzim olunur. Sirkadal ritmlərin əsas oyadıcı qüvvəsi işıqdır. İşıq bizim gözlərimizə düşərkən orada olan fotoreseptorları oyadır və yaranan impulslar hipotalamusda yerləşən supraxiazmatik nüvəyə çatdırılır. Və supraxiazmatik nüvə də məhz sirkadik ritmi tənzimləyən mərkəzdir. Onun tənzimləməsi ilə təkcə endokrin orqanların fəaliyyəti deyildir, həm də orqanizmdə bir sıra fermentativ proseslər də məhz bu ritm vasitəsilə tənzimlənir. Məsələn üçün, orqanizmin ən böyük, baş laboratoriyası olan, qaraciyərdə olan ferment və ferment qrupları məhz axşam saatlarında daha aktiv fəaliyyət göstərirlər. Dərmanların absorpsiyasına, yəni sovrulmasını, onun orqanizmə paylanmasını, metabolizminin və eliminasiya proseslərinin sirkadal ritmlərdən asılılığını öyrənən elm sahəsi var. Bu elmin adı xronofarmakologiyadır. Xronofarmakologiya, farmakologiya elminin dar bir sahəsidir. Yəni, bunu daha sadə dildə desək, dərmanların təsirinin zamandan asılılığını öyrənən elmdir. Hər bir elmin özünün məqsədləri olduğu kimi, xronofarmakologiyanın da özünün məqsədləri vardır. Belə deyək, xronofarmakologiyadan əsas məqsəd dərmanların effektivliyinin optimallaşdırmaq, onların toksiki təsirini azaltmaq və bunlarla yanaşı məqsədlərlə birgə fərdiləşdirilmiş müalicəyə töhfə verməkdir. Yəni, belə deyək, xronofarmakologiya elmi onu sübut edir ki, eyni dərman, eyni dozada günün müxtəlif saatlarında eyni cür təsir etmir. Müxtəlif təsirlərlə özünü göstərə bilər. Bunları kliniki nümunələrlə də göstərmək olar. Məsələn, kortikosteroid qrupuna aid olan preparatları əsasən günün səhər saatlarında təyin edirlər. Səbəb isə nədən ibarətdir, onu da izah edək. Ümumiyyətlə, kortikosteroid bizim böbrəklərimizin üzərində yerləşən adrenal vəzin qabıq maddəsində sintez olunan hormonlardır. Bu hormonlar orqanizmdə çox əhəmiyyətli fizioloji funksiyaları yerinə yetirirlər. Müəyyən olunmuşdur ki, sirkadal ritmin tənzimi ilə kortizol hormonu, əsas bu vəzin ən tanınmış, ən sadə hormonu, kortizol hormonu səhər saatlarında daha pik səviyyəyə çatır. Hardasa səhər saat 6, 7, 8 radələrində. Həmin kortikosteroidlər, müalicə əsasında təyin olunmuş kortikosteroidlər həmin bu saatlarda təyin olunması daha məqsədə uyğundur. Səbəb ondan ibarətdir ki, həmin zaman biz dərmanı qəbul etsək, adrenal vəzin fizioloji fəaliyyəti ilə üst-üstə düşmüş olur. Kortikosteroidlərin axşam saatlarında qəbul olunması isə fərqli yan təsirlər üzə çıxarmış olur. Əsasən də yuxu pozğunluğu ilə özünü göstərmiş olur. Kortikosteroidlərdən əlavə antihipertensiv dərmanları da nümunə göstərmək olar. Təyin olunmuş təzyiq dərmanları, əgər bu videoyu izləyənlərdən də təzyiq dərmanı qəbul edən şəxslər varsa, yəni bu dərmanlarla müalicə alan şəxslər varsa, yəqin ki, müşahidə edirlər ki, təzyiq dərmanları səhər saatlarında təyin olunur. Hətta bəzən reseptlərə həkim saatları da təyin edir. Səhər saat 8-də, səhər saat 7-də. Bu mütləq ki, zamanına uyğun qəbul olunsun. Bunun səbəbi də nədən ibarətdir? Səhər saatlarında
orqanizmdə təzyiq pik həddə qalxır. Yəni orqanizmdə ən pik yüksəlmiş təzyiq səhər saatlarında müşahidə olunur. Bu da təxminən yenə səhər saat 6, 7, 8 radələrinə düşür. Bu da sirkadian ritm tərəfindən tənzim olunur. Həmçinin burada bayaq dediyimiz kimi kortizol hormonunun artması da damarları daraldıb təzyiqi qaldırır. Məhz həmin saatda antihipertensiv dərman, yəni təzyiq salıcı dərman təyin olunur. Bundan savayı statinlərdən də misal gətirmək olar. Statinlər qanda xolesterini azaldan dərman qruplarıdır. Xolesterini salmaqda da məqsəd məhz damarların elastikliyinin itməsinin qabağını almaqdır. Yəni damarların kirəzləşməsinin qarşısını almaq. Bilirsiniz, insan yaşında olduqca damarların elastikliyi azalmağa doğru gedir. Əgər siz atorvastatin, rosuvastatin, simvastatin, pitavastatin fərq etməz bu qrupdan olan dərmanları qəbul edirsinizsə, onu mütləq şəkildə axşam saatlarında qəbul etməlisiniz. Yəqin ki, reseptdə də təyin olunur bu. Həkim tərəfindən həmin statin preparatlarının axşam saatlarında yazıldığını müşahidə etmişsiniz. Səbəb də nədir? Xolesterinin sintezi əsasən axşam saatlarında daha aktiv olur. Bu dərmanları verməklə, həmin saatlarda qəbul etməklə xolesterinin sintezini azaltmış ola bilərik. Ona görə də damarlarımızı mühafizə etmiş oluruq. Asma xəstəliyindən əziyyət çəkən şəxslər də daha çox asma dərmanlarını axşam saatlarında qəbul edirlər. Çünki asmatik tutmalar daha çox səhər saatlarına doğru özünü göstərməyə başlayır. Buna görə də asma dərmanları, bronxodilatatorlar, yəni bronx genişləndirici dərmanlar məhz axşam saatlarında təyin olunur ki, səhər ona qarşı önləyici tədbir görülsün. Xronofarmakologiya ilə yanaşı xronoterapiya deyə bir anlayış da var. Xronoterapiyada həmin dərmanların sirkadial ritmlə əlaqəsi nəzərə alaraq xəstələri müalicə etmək üçün olan bir elm sahəsidir. Yəni belə deyək, xronofarmakologiyana olan məlumatların klinik praktikada tətbiq olunmasıdır. Yəni bir xəstənin müalicə etmək üçün dərmanın seçimi, dərmanın dozası və qəbul zamanı hamısı birlikdə nəzərə alaraq təyin olunur. Xüsusilə də xronoterapiya onkologiyada, nevrologiyada, kardiologiyada daha çox istifadə olunur. Onkologiyada istifadəsi də belədir ki, onkoloji dərmanlar daha çox sitotoksik təsir etdiyinə görə, kimyoterapevtik dərmanlar toksiki təsir etdiyinə görə onların üzərində xronofarmakoloji tədqiqatlar aparılır ki, məhz toksiki təsiri maksimum az olsun, amma terapevtik dozası tam optimal vəziyyətdə olsun. Bunları xülasə şəkildə desək, xronofarmakologiya və xronoterapiya elmlərin tətbiqi ilə dərmanların yan təsirlərinin azalması, onların müalicəyə uyğunluğunu artması, effektivliyinin yüksəlməsi məhz bu elmlərin tətbiq olunması ilə müəyyən olunur. Həmçinin bilirsiniz, hər bir xəstənin orqanizmi müxtəlif olduğuna görə, yəni ki, xəstə insanların orqanizmi müxtəlif olduğuna görə məhz xronoterapiya ilə, xronofarmakologiya elminin tətbiqi ilə biz xəstəyə daha fərdi şəkildə yanaşmış ola bilirik. Müasir tibbdə dərman təkcə kimyəvi maddə deyil, zamanla qarşılıqlı əlaqədə olan terapevtik maddələrdir. Və xronofarmakologiya bu qarşılıqlı əlaqəni elmi şəkildə izah edir. Bu videonun sonunda da onu bildirim ki, bu video məhz maarifləndirici məqsəd daşıyır. Kliniki qərarların verilməsi üçün birbaşa göstəriş hesab edilə bilməz. Düşünürəm ki, hər kəs dərmanları daha doğru zamanda qəbul etməlidir. Yəni müalicəsini daha düzgün aparmalıdır və hər kəsin də bunu bilmək haqqı var. Ona görə sizlərdən də mən xahiş edirəm ki, yaxınlarınızla, dostlarınızla bu videoları paylaşasınız ki, bu insanlar da dərmanların düzgün qəbulu haqqında məlumatlı olsunlar. Əgər bu video sizin də xoşunuza gəldisə, like qoymağınızı, video haqqında fikirlərinizi bildirməyinizi istərdim və həmçinin kanala abunə deyilsinizsə, kanala abunə olmanızı rica edərdim. İndi isə sağ olun, təşəkkür edirəm. Növbəti videolarda görüşərik.